Məsələ 6. Ət bişdikdə öz çəkisinin 35%-ni itirir. Hər birində 40 qram bişmiş ət olmaqla şənlikdə iştirak edənlərə 780 qab xörək hazırlamaq üçün nə qədər çiğ ət götürmək lazımdır. Deməli, ət bişdikdə 35%-ni itirir. 101-ci 100%-dən çıxıram 35%-i və bişmiş ətin faizini tapırıq 65%. Bişmiş ətin faizi burada bişmiş ət 65%. İkinci 780 qab hərəsində 40 qramla nə qədər eləyir? 40 vuraq 780. Bu da bərabərdir. 2 dənə 0, 4 dənə 8, 32, 4 dənə 7, 31. Və kiloqrama keçsək, burada qramdır, bu qram bərabərdir 31,2 kiloqram. Onda biz alırıq. Üçüncü əməliyyatı belə edirik. Deməli, bişmiş ət bu qədər istifadə alınmalıdır. Yazıram 31,2 kiloqram 65% olmalıdır. Nə qədər çiğ ət götürmək lazımdır? X 100% bişməmişə çiğ ət və hesablayıb çiğ əti tapırıq. Tənasübümüz oldu 31,2 bölək X bərabərdir 65 bölək 100. Buradan aldıq ki, X bərabərdir 31,2 bir dənə dəsi 3120 bölək 65. 65 3120 bölək 65. Bu da 5'ə ixtisar olur. 5'ə deməli alırıq 5 dəfə 4 dəfə 5 20. 4 dəfə 6 24. 26 2 11'dən 6'sını 5, 520. 520'də 8 dəfə 5, 40. 8 dəfə 6, 48, 52. Bu da bərabərdir 48 kiloqram. Beləliklə, X bərabərdir 48 kiloqram çiğ ət götürmək lazımdır.